Kozmik enerji ideyasının fəlsəfi kökləri 1. Kozmik enerji inancının mənşəyi. Kozmik enerji etiqadı qədim taoist fəlsəfəyə dayanır. Bu fəlsəfəyə görə kainat Taodan yaranmışdı. Tao şəxssiz, sirli bir qüvvədir. Enerjini istehsal edir və ondan hər şey meydana gəlir. Bu baxış vahdətül-vücud anlayışına əsaslanır. Yəni kainat bütövlükdə tək bir enerjinin təcəllisidir. Nə xaliq, nə məxluq, nə Rəbb, nə də qul anlayışı var. Bu isə imanın əsas təməli ilə pak, uca, yaradan, idarə edən və məxluqatdan ayrı olan Allah inancı ilə açıq şəkildə ziddiyyət təşkil edir. Enerji fəlsəfəsi enerjini ali həqiqət kimi qəbul edir. Halbuki vəhyə görə yeganə ali həqiqət Allahdır. 2. Yin və yang ikiliyi. Enerji anlayışlarının fəlsəfi mənbəyi. Şərq fəlsəfəsində enerji anlayışı yin və yang ikiliyinə əsaslanır. Bunlar bir-birinə zid, eyni zamanda bir-birini tamamlayan iki qütbdür və kainatın hərəkəti onların qarşılıqlı təsirindən yaranır. Bu fəlsəfi baxış Gi, həyati enerji, çakra və reiki anlayışlarının da əsasını təşkil edir. Bu təsəvvür kainatda ikili balans ideyasını irəli sürür və xeyir-şər, nur-zülmət, pak-nəcis anlayışlarını sabit əxlaqi dəyərlər deyil, sadəcə tarazlanan qüvvələr kimi təqdim edir. Halbuki vəhyə görə xeyir Allahdandır, şər isə imtihan olaraq təqdir edilir və Allahla yanaşı müstəqil bir qüvvəyə aid edilə bilməz. 3. Müasir özünü inkişaf fəlsəfəsi. Taoizmin yenidən qablaşdırılması. Bugün özünü inkişaf, şüur, enerji adı altında təqdim olunan bir çox məktəblər əslində taoist fəlsəfənin müasir formada yenidən təqdimatıdır. Universumla harmoniyada olmaq, daxili enerjini azad etmək, auranı təmizləmək kimi şüarlar Tao prinsipinin təkrarından başqa bir şey deyil. Bu prinsipə görə insan kainatla əlaqə quraraq ondan güc ala bilər. Bu isə açıq-aşkar şirkdir və uca Allahın bu buyruğuna ziddir. Sizdə olan hər bir nemət Allahdandır. Tövhid inancı nemətin, şəfanın və lütfün yalnız Allahın əlində olduğunu bildirir. 4. Çakra və aura. Ruhani paltara bürünmüş xurafat. Çakra fəlsəfəsinə görə insan bədənində psix qanı, sağlamlığı və ruhu idarə edən enerji mərkəzləri mövcuddur və onların pozulması xəstəliklərə səbəb olur. Bu inanc əsasında xüsusi nəfəs texnikaları, təsəvvür məşqləri və mantralar tətbiq edilir. Lakin bu anlayış nə elmi, nə də şəri dəlillə əsaslanır. Bu, Hindu və bütpərəst inanclardan qaynaqlanan dini xəyaldır. Hətta bəzi məşqlər buddist və Hindu ayinlərinə, şirk dolu zikir və tilsimlərə əsaslanır. İslam isə xəstəliyi ya tibbi səbəblərlə izah edir, ya da hikmətli bir imtahan kimi qəbul edir və bədən daxilində müstəqil, qeybi enerji qüvvələrinin mövcudluğunu tanımır. 5. Reiki. Şəfa adı ilə kosmik enerjinin çağırılması. Reiki enerji etiqadının ən təhlükəli tətbiqlərindən biridir. Bu sistem enerjini hərəkətə gətirmək, kosmik kanalları açmaq, kainat mənbəyindən şəfa çəkmək kimi iddialara əsaslanır. Reiki praktikləri əllərin qoyulması, xüsusi sözlər və ali enerjidən kömək istəmək kimi üsullardan istifadə edirlər. Bu, varlığın vahid olduğu və insanın kosmik qüvvələrlə birləşərək şəfa ala biləcəyi fikrini müdafiə edən buddist inancı əsaslanır. Bu isə tövhidə ziddir və böyük şirkdir. Çünki şəfanı Allahdan başqasına nisbət edir. Uca Allah buyurur, əgər Allah sənə bir zərər toxundursa, ondan başqa onu aradan qaldıran yoxdur. 6. Şəri mövqe. Bu fəlsəfələrin təhlükəsi və müasir bütpərəstliyi olması. Yin-yang, çakra, reiki və oxşar bütün bu anlayışlar şərq mənşəli bütpərəst köklərə əsaslanır. Kainatı, enerjini və ya qeybi qüvvələri ilahiləşdirir. Bu cərəyanlar təvəkkülü dələduzluqla, ruqyanı xəyalla, qədəri fantaziyalarla əvəz edir. Elm və inkişaf adı altında təqdim olunan bu anlayışlar insanı müasir şirk qapısına aparır. Şəri mövqe isə aydındır. Ondan çəkinmək, xəbərdarlıq etmək və uzaq durmaq. Çünki bu fəlsəfələr vəhidən alternativ dünya görüşü təqdim edir. İslamla uyğun olmayan kainat təsəvvürü yaradır və nəticədə əqidədə az və ya çox sapmaya səbəb olur. Şeyx Said Ad-Darmaki.